Bismillahirrahmanirrahim. Orucu batil eləyən şeylərdən biri boğaza qatı tozu çatdırmaqdır. Yəni, əgər bir nəfər oruc halında qatı tozu udsa, boğazına çatdırsa, onun orucu batil olar. İndi bu toz bir dəfə həlal şeylərin tozudur, bir dəfə haram. Məsələn, halal şeylərdən gələn toz nə kimi? Unun tozu. Məsələn, bir nəfərdir, oruc halındadır, un əldə məsələn götürür, unu əldə götürür və yaxud un yerində işləyir, fərq eləməz. Məsələn, unun tozu onun boğazına getsə, orucu batil olar. Baxmayaraq burada un halaldır, halal bir maddədir. Və yaxud haram olan şeylərdən, məsələn, torpağın tozu. Fərz eləyək, bir nəfər torpaqla məşğuldur, orada torpaqdan toz qalxdı və bu toz bunun boğazına getdi. Əlbəttə, qatı toz deyirlər. Yəni, bir dəfə budur ki, az miqdarda, bir dəfə budur qatı şəkildə. Torpağı yemək haramdır. Haram olduğu üçün onun tozu da boğaza çatsa, orucu batil eləyər. Deməli, tozda fərq yoxdur. İstəyir halal maddanın tozu olsun, yoxsa haram maddanın tozu olsun, heç bir fərqi yoxdur. Hər iki təqdirdə boğaza getsə, oruc batil olar. Elhamdülillah.